Salam əziz abituriyentlər. Deməli, bugünkü mövzumuz olacaq Salarilər dövləti. 941-ci ildə Gilan Deyiləm hakimi Mərzban ibn Məhəmməd Saciləri məğlub edərək Salarilər dövlətini yaratmışdır. Salarilər dövləti Kəngərli sülaləsindən olmuş, mənşəyi türk olmuşdur. Azərbaycanın cənub hissəsində yaranmış, Azərbaycanı Sacilərdən sonra vahid dövlət halında birləşdirərək Dərbənddən Dəzlə və Fərat çayına qədər əraziləri əhatə etmişdir. Paytaxt şəhəri Ərdəbil şəhəri olmuşdur. Deməli, şimal-şərq torpaqları, Şirvanşahları Şərqi Gürcüstanı asılı hala salmışdır. Xəzər dənizində ticarət gəmiləri üzməyə başlamışdır Salarilər dövlətinin dövründə. İbrahim ibn Mərzban son hökmdar olmuşdur. 981-ci ildə Rəvvadilər tərəfindən Salarilər dövləti süqut etmişdir. Salarlərin arasında Şəddadilər dövləti yaranmışdır. Mərzban ibn Məhəmməd qanunnamə qəbul etmişdir. Onun qanunnaməsində göstərilmişdir. Dövlətin əsas gəlir mənbəyi asılı ölkələrdən alınan xərac, əmlak və gəlir vergisi idi. Gəlin möhkəmləndirək. Dövlət nə vaxt yarandı? 941. Kim tərəfindən? Mərzban ibn Məhəmməd. Paytaxt hansı şəhər olur? Ərdəbil. Mənşə türk. Sülalə Kəngərli. Azərbaycan vahid halda birləşdirə bilirmi? Bəli. Hansı ərazini əhatə etmişdir? Dərbənddən Dəzlə və Fərat çayına qədər əraziləri əhatə etmişdir. İlk dəfə qanunnamə qəbul edən hökmdar Mərzban ibn Məhəmməd olmuşdur. Dövlət nə vaxt süqut etdi? 981. Kimlər tərəfindən? Rəvvadilər tərəfindən. Son hökmdar kim olmuşdur? İbrahim ibn Mərzban son hökmdar olmuşdur. Salarilər mövzusu bundan ibarət idi. Sağ olun.